Salamünaleyküm. Mən bugün yenə sizdən Ramiz Metyev haqqında danışmaq istəyirəm. Ramiz Metyev ümumi götürən bir obrazdır. Bütün ölkəmizdə reyting olduğuna üçün mən də bu haqqda danışmaq istəyirəm. Bunu siyasi tərəflərini qoyuram bir tərəfə, onun başqa orqanların işidir. Mənim isə iqtisadi tərəflərim maraqlandırır. Bizdə məmurlarda elə bir fikir formalaşıb ki, fərqi yoxdur, işləyəni olsun, ya istefa verəni, ya bizdə çətin ki, istefa versinlər, ya da ki, işdən azad olanlarda bir fikir formalaşır ki, bunlar nə qazanıbsa bunların özü. Heç olmasa bir fitrə formasında da nəsə vermək istəmirlər. Yəni hərdən bir fikirləşirəm, niyə görəsən daş atmamısan, qol yormamısan. Hələ bu yaxın vaxtlarda demək ki, bu Ramiz Metyev həbs olunmamışdan onun villasının hansısa reklamı gedirdi, 8 milyon dollara manata bir villa çıxartmışlar. Yəni adam qorxmadan, çəkinmədən, sanki elə bir ki, alnın təri ilə işləmiş, qazanmış bir vəsait üçün tikilmiş bu obyekti satışa çıxarır. Yəni qorxu, hürkü yoxdur insanlarda. Olması da olar da. Bəs adamda qeyrəti nə sözsüz? Məsələn, tutaq ki, bu Qarabağda azad olunmuş torpaqlarda bir yaşayış məntəqəsi, bir neçə ev tikə bilərsin. Yəni bir cəmaatda da bir hardasa bir ürəyində bir rahatçılıq olsun ki, bu adam məsələn də deyək ən azı haram pulla da olsa qazandığından məsələn müəyyən qədər fitrə kimi çıxartdır. Necə olur? Bax, sizə mən başa düşmürəm də bəzən insanları, yəni bu məmurlara əsas xüsusən də daş atıb qol yormamısan da, qol çəkib məsələn filan qədər mülkə mala sahibsən. Məsələn, bu Qarabağda tikintidə bir iştirak eləyərdiniz, yəni havayda orada aparıb bir vəsait qoyardınız, orada bir yaşayış məntəqəsi tikərdiniz. Qoy insana da baxıb görərdi ki, məsələn filan kəs bu qədər vəsait qoydu, orada bir yaşayış məntəqəsi. Deyin görüm, necə olur? Kardeşyan Amerikadan gəlib hansı yolla qazandığı vacib deyil. Mənə elə gəlir ki, onun qazandığı daha dəqiqdir. Nəinki sizin qazandığınız burada. Gətirib Qarabağda, Zabuxda, Laçında ermənilər üçün yaşayış məntəqəsi tikir. Bu qədər haram vəsaitindən insanlar burada istifadə eləmək istəmir. Yəni ən azı müsəlman dinlə, təriqətlə, insanlıqla da götürəndə bir vəsait ayırmaq istəmir. Adamlar dediyim kimi zəhmət çəkib yormamsan, sən xalqın, dövlətin malıdır. İndi görürsünüz, bax necə olur. Bax sizdən qabaqdalar da, bax hələ Sovet hökuməti qurulmamışdan Bakı milyonçuları vardı. Onlar da müəyyən qismi özlərindən məsələn də eləyirlər, məktəblər tikirlər, evlər tikirlər, villalar tikirlər. Sonradan Sovet hökuməti qaldı əllərindən aldı, verdi məsələn də adi vətəndaşlara. İndi binalar, institutlar hamısı onların daxilində fəaliyyət göstərir. Niyə görə bax siz heç olmasa ondan da nəticə çıxarım. Fərqi yox, Sovet hökuməti olsun, bu hökumət olsun, digər olsun. Yəni insanlar qazandıqlarından, özü də haram yolla qazandıqlarını nəyə görəsə, heç olmasa fitrə qismində nəsə çıxartmaq istəmirlər. Bax bu bizim ən böyük problemlərimizdən biridir. Bir ataların məsələ var deyir, verməzsən 9-u, yeyərsən 9-u, verərsən 99-u. Bax bu hamıya aiddir. Yəni tək bu tutulan tutulmayan reyting olduğu için bu Ramiz Metyev bugün əsas söhbət ondan gedir. Amma o tək deyil ki. Düzdür, ən varlısı, ən bahalısı odur, amma o bilər demiyorlar ki, silkələsən heç bir də ondan geri qalmaz.